Böyük şirkətlərin çoxu minlərlə müraciəti ələkdən keçirmək üçün ATS proqramlarından istifadə edir. Bu proqramlar CV-nizi skan edir və müəyyən açar sözlər, format qaydaları tapmadıqda sizi avtomatik rədd edir. Yəni siz nə qədər peşəkar olsaz da, CV-niz ATS dostu deyilsə, şansınız sıfıra bərabərdir. Bəs CV-nizin bu robot filtrindən keçməməsinin əsas səbəbləri nələrdir? Birincisi, standart olmayan formatlar və qrafiklər. Çoxumuz CV-nin vizual olaraq gözəl görünməsi üçün müxtəlif sütunlar, qrafiklər, ikonlar və mürəkkəb dizayn elementlərindən istifadə edirik. Lakin ATS bu vizualları oxuya bilmir. Nəticədə sizin təcrübəniz və bacarıqlarınız sistemdə boşluq kimi görünür. İkincisi, açar sözlərin çatışmazlığı. ATS sistemi iş elanındakı tələblərlə sizin CV-nizdəki sözləri müqayisə edir. Məsələn, iş elanında rəqəmsal marketinq tələb olunursa, siz isə sadəcə reklam işləri yazmısınızsa, sistem sizi uyğun hesab etməyəcək. Üçüncüsü, səhv fayl formatı göndərmək. Ən ideal variant PDF formatıdır. ATS sistemini keçmək və insanlarla görüşmək üçün elə indi MyEasyCV ilə CV-nizi müraciət etdiyiniz vakansiyaya tam uyğunlaşdırın və müsahibə şansınızı dəfələrlə artırın.